Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli 20 yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Yeni Sabah məlumat verir ki, ziyarət vaxtı diqqət çəkən bir detal olub. İsa Həbibbəylinin çətrini yanındakı şəxsi tutub. Bu da ictimaiyyətin diqqətindən yayınmayıb. Əlavə edək ki, Prezident İlham Əliyev yanvarın 18-də Şəhidlər Xiyabanını ziyarət edib, ziyarət zamanı dövlət başçısı çətiri özü tutmuşdu. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dinin mətbuat xidmətindən Yeni Sabaha verilən xəbərə görə, yanvarın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 1 qumbara, 15 tüfəng, 1 patron darağı və 507 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.